Ərəb mənşəli. Ərəb. Hansı nəsildən idilər? Əzdilər Əzrə. nəslindən. Nə vaxt bunlar əmirlik yaratmışdılar Azərbaycanda, Rəvvada əmirliyini? 8-ci əsrin sonlarında. Rəvvada əmirliyinə hansı ərazilər daxil idi? Marağa, Təbriz, Qaradağ, Ərəb əraziləri. Rəvvadilər dövləti nə vaxt yarandı? 981-ci ildə. Dövləti kim yaratdı? Əbülhicə. Rəvadilər dövləti hansı dövlətin süqutu nəticəsində meydana gəldi? Salarilərin. Salariləri. Bu dövlətin ilk paytaxtı hansı şəhər idi? İlk paytaxtı Ərdəbil. Sonradan paytaxtlara köçürüldü. Təbrizə. Rəvadilərin yarandığı ərazi haraydı? Hansı hissədə yaranmışdı Azərbaycanın hansı hissəsində? Azərbaycan cənubunda. Cənubi Azərbaycanda yaransa da, Azərbaycanın şimalında hansı ərazini tabe eləmişdilər? Muğan. Muğanı. Ən güclü Rəvvadi hökmdarı kim idi? Vəhsudan. Bəstan dövründə Rəvvadilər arasında Oğuz türkləri nə vaxt məskunlaşdı? 1028-ci ildə. Hansı dövlətdən, hansı şəxsdən Oğuzlar qaçıb Rəvvadilər arasına gəlmişdilər? Sultan Mahmud Qəznəlidən. Oğuzların Rəvvadilər arasında məskunlaşması nəticəsində nə oldu? Rəvvadilərin hərbi gücü artdı. Bir də Azərbaycanda türkləşmə prosesi sürətləndi. Sürətləndi, bəli. Rəvvadilərdə Təbriz zəlzələsi nə vaxt baş verdi? 1042-ci ildə. Vəhsudan dövründə. Vəhsudan nə vaxt Səlcuqlara tabe oldu? 1054-cü ildə. Hansı Səlcuq hökmdarına tabe oldu? 1-ci Toğrul. Rəvvadilərin süqutu nə vaxtdır? 1065-ci ildə. Hansı dövlət, hansı hökmdar tərəfindən? Səlcuq hökmdarı Alparslan tərəfindən. Həmin dövrdə hökmdar, Rəvvadilərin hökmdarı kim olub, məlum deyil. Amma Vəhsudan deyildi hakimiyyətdə, Vəhsudan hakimiyyətdən getmişdi. Düzdürmü? Bəli. Düzdür.